Gününüz xeyirli olsun uşaqlar. 8-ci sinif şagirdləri üçün 5.2 mövzusunun cisimlərin istidən genişlənməsi mövzusunun tapşırıqların izahına baxacaq birlikdə. Amma dərsə keçid etməzdən qabaq hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz, əziz uşaqlar. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Başlayalım dərsimizə. Öyrəndiklərinizi tətbiq edin. Öyrəndiklərinizi tətbiq edin hissəsində belə bir situasiya var uşaqlar. Deməli bizə verib rezin şar və butulka, isti və soyuq su, eyni zamanda sap. Və bizə deyir ki, uşaqlar, butulkaya isti su doldurun. Bir neçə dəqiqədən sonra suyu boşaldın. Niyə görə bir neçə dəqiqə sonra deyir? Çünki isti suyun nəticəsində butulka qızsın və dərhal butulkanın ağzına rezin şar keçirin. Daha sonra deyir ki, butulkanı soyuq su şırnağının altına tutun. Deyir ki, şarın butulkanın içərisinə tədricən sorulduğunu izləyirsiniz. Yəni özü də bilib ki, tədricən burada görəcəksiniz ki, şar butulkanın içərisinə daxil olub. Bəs bunun səbəbi nədir? Necə oldu ki, biz isti butulkanın içərisinə, yəni üzərinə şar keçirdikdən sonra onu soyuq suyun altına saldığımız zaman şar içəriyə doğru sovruldu. Bunun səbəbi nədir? Deməli uşaqlar, baxın burada butulkanı soyuq suyun altına tutduqda içərisindəki hava nə edir? Soyuyur. Çünki əvvəlcə biz o içərisindəki havanı qızdırmışdıq. İsti su içərisinə tökməklə. Soyuq suyun içərisinə saldığımız zaman içərisindəki hava soyuyub. Soyuyursa əlbəttə ki sıxılır və sıxılır şar butulkaya sovrulur. Bu zaman həm də uşaqlar temperaturun azalması ilə hava molekullarının hərəkətinin sürəti də azalır və nəticədə butulkadakı və onunla əlaqələndirilmiş şarın havasının təzyiqi də azalır. Və bu baxımdan da xarici təzyiq yuxarı, butulkanın içərisindəki təzyiq isə az olduğuna görə şar içəriyə doğru sovrulur. Bax, təsəvvür edin uşaqlar, xarici təzyiq daha böyük olur butulkanın içərisindəki təzyiqdən. Bu baxımdan da xarici təzyiq şarı içəriyə doğru sovrulmuş olur. Belə uşaqlar, deməli, bunun səbəbini aydınlaşdırdıq sizinlə. Təzyiqlər fərqi yaranır. Əsas məsələ bundan ibarətdir. Xarici və daxili təzyiqlər fərqi yarandığına görə şar içəriyə doğru sovrulmuş olur. Keçək indi öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsinə deyir ki, deməli, bir ucu divara bərkidilmiş el çubuğu eyni ölçülü en və en təkərləri arasında yerləşdirilmişdir. Çubuğun qızdırıldıqda baş verən hadisə üçün hansı müddəa doğrudur? Təkərlərin istidən genişlənməsi nəzərə alınmır. Deməli uşaqlar, bizim bir el çubuğumuz var. Və bu el çubuğu yuxarıdan da aşağıdan da M və N təkərləri ilə əhatə olunmuşdur. Və deyir ki, əgər biz el çubuğunu qızdırarıqsa, bu zaman təkərlərin hərəkətində hansı nəyi müşahidə edərik? Ümumiyyətlə, bunu yadımızda saxlayaq ki, uşaqlar, mövzu izahında da var ki, naqilin, yəni çubuğun hər zaman uc hissələri orta hissələrinə nisbətən daha çox genişlənir. Yəni, uc hissəsi daha çox genişlənir orta hissəsinə nisbətən. Deməli, artıq birinci fərq ortaya çıxdı. Belə çıxır ki, uc hissəsinə yaxın yerləşmiş təkər daha çox dönəcək. İndi baxaq görək hansı istiqamətdə dönəcək. M təkəri olan hissəyə baxaq. Baxın, el təkəri olan hissə, daha doğrusu el çubuğu olan hissə nə edəcək? Genişlənmək istəyir. Genişlənirsə, demək ki, bax, bu istiqamətdə hərəkət edəcək. Və bunu çevrə üzrə hərəkətdə göstərsək uşaqlar. Buradan silim. Fikir verin uşaqlar, bu el çubuğu genişlənmək istəyir. Genişlənirsə, bax, bu istiqamətində hərəkət edir. Və əlbəttə ki, çevrəni hansı istiqamətdə fırladacaq? Bax, bu istiqamətdə. Çevrəyə toxunan boyunca fırlatmış olacaq. Yəni, bu istiqamətdə hansı istiqamət eləyir? Saat əqrəbinin əksi. Deməli, M dönəcək saat əqrəbinin əksi istiqamətində. Bəs N çubuğuna baxaq. N çubuğuna isə baxsaq, bax, buradan yenə də el çubuğu uzanır.
Düzdürmü? Amma bu dəfə aşağıdan uzandığına görə bunu necə çevirmiş olacaq? Bax, bunu bu istiqamətdə. Bu istiqamətində çevirdikdə isə necə fırlanır bu? Saat əqrəbi istiqamətində. Demək ki, en çubuğu saat əqrəbi istiqamətində fırlanacaq. Saat əqrəbi istiqamətində. Baxın, bu mexanizmi bir daha izah edim sizə. El çubuğu uzanır. Uzandığı zaman üst hissəyə baxırsınız. Üst hissəsində yerləşən M təkərinə. Bax, bu istiqamətində uzandığına görə M təkərini də bax bu istiqamətində fırladır. Yox, artıq N təkərinə baxmaq istəsəz, el çubuğunun aşağı hissəsinə baxın. Çünki N təkəri aşağıda yerləşib. Bax, bunu da bu istiqamətində uzandığına görə N təkərini də saat əqrəbi istiqamətində fırladacaq. Bunu artıq müəyyənləşdirdik. İndi gəlin variantları oxuyaq, ona uyğun cavab çıxardaq. Deməli, M təkəri saat əqrəbi istiqamətində dönər. Xeyr. M təkəri saat əqrəbinin əksi istiqamətində dönür. Ona görə biri çıxartdıq. M təkəri saat əqrəbi hərəkətinin əksi istiqamətində dönər. Bəli, 2-ni götürürük. N təkəri saat əqrəbi istiqamətində dönər. Bəli, onu demişdik də. N təkəri saat əqrəbi istiqamətində dönür. N təkəri saat əqrəbinin əksi. Xeyr, bunu dedik. M təkəri N təkərinə nisbətən çox dönər. Bəli, baxın, mən bunu daha əvvəl demişdim. Necə dedik orada? Demişdik ki, çubuğun uc hissəsi orta hissəsinə nisbətən daha çox dönür. Yəni, uc hissəsinə yerləşən təkər hansıdır? Fikir verin, M. Demək ki, M təkəri N təkərinə nisbətən daha çox dönəcək. Niyə görə? Çünki ucu hissəsi daha çox genişlənməyə məruz qalır. Ona görə 5-i də götürürük. Deməli, neyi götürdük? 2, 3, 5. Bu da olur Y variantında. Sonra ikinci suala da baxaq. İkinci sualda deyir ki, cismin istidən genişlənərsə, yəni cisim istidən genişlənərsə, onun molekullarının ölçüsü necə dəyişir? Əslində bunu biz izah etmişdik sizinlə. Yəni, cisim istidən genişlənərsə, onun molekullarının ölçüsü dəyişmir. Yəni, molekulların ölçüsündə heç bir fərq olmur. Sadəcə, molekullar arasındakı məsafə dəyişir. Yəni, bunu belə də deyə bilərik. Aşağıdakı sual da o tipdədir, amma olsun. Yenə də izah etməyə çalışım. Baxın, tutaq ki, biz molekulları göstərmək istəsək, bir sıra göstərim. Bax, tutaq ki, bu molekul. Cismin daxilində yeniləşən molekulu göstərmək istəyirəm. Əgər cisim istidən genişlənərsə, bu zaman bu molekulun heç bir ölçüsü dəyişmir. Yəni, bu qara ilə göstərdiyim molekul böyüyərək daha da genişlənmir. Xeyr, ölçü dəyişmir. Sadəcə dəyişən nədir? Həmin molekullar arasındakı məsafə. Axı, istilik veririksə, temperatur veririksə, molekullar sürətləndiyinə görə bir-birindən daha çox aralanmış olacaq və onlar arasındakı məsafə dəyişəcək. Demək ki, cisim istidən genişlənərsə, molekulların ölçüsü dəyişməz. Qısayacaq, molekulların ölçüsü dəyişməz. Sadəcə molekullar arasındakı məsafə dəyişər. Yazaq, molekullar arasındakı məsafə dəyişər. Bu qədər. Keçək indi üçüncü və sonuncu sualda deyəsən. Sonuncu suala. Burada da deyir ki, uşaqlar, şəkildə qızdırılan cismin molekullarının vəziyyətinin dəyişməsi təsvir edilmişdir. Bu cisim üçün hansı müddət doğrudur? Yəni, aşağıdakilərdən hansı müddələr doğrudur? Deməli, burada 3 şəkli verilib. Birinci halda normal vəziyyətdə olan cisimdir. Əvvəlcə az temperaturda idi. Daha sonra temperaturumuz getdikcə artıb. Yəni, temperatur getdikcə artıb. Və bu vəziyyətdə deyir ki, hansı müddəalar doğrudur? Molekulların hərəkət sürəti artır. Bəli, molekulların hərəkət sürəti artır. Doğru.
Molekullar arasındakı məsafə artır. Doğru, baxın. Molekullar arasındakı məsafə əvvəlcə bu qədər idisə, daha sonra bunlar arasındakı məsafə getdikcə artıb. Bu da doğrudur. Molekulların xətti ölçüləri artır. Xeyr. Biraz əvvəl dediyimiz kimi molekulların xətti ölçüləri artmır. Fikir verin uşaqlar. Burada molekulun ölçüsü nə qədərdirsə, digərində də molekulların ölçüsü bir-birinə bərabərdir. Sadəcə yenə deyirəm, onlar arasındakı məsafə dəyişir. Demək ki, molekulların xətti ölçüləri dəyişmir. Deməli, hansı oldu uşaqlar? Molekulların xətti ölçüləri artır, xeyir, artmır. 3-ü götürmürük. Molekulların sayı artır, xeyir. Niyə sayı artsın ki? Burada da 4'tür, digərində də 4'tür. Demək ki, molekulların sayı artmır. Bunu da götürmürük. Molekulların xətti ölçüləri dəyişmir. Bəli, xətti ölçüləri dəyişmir. 1, 2 və 5. Bu da oldu B variantı. Belə uşaqlar sizinlə bu şəkildə öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqları izah etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz. Əziz uşaqlar, bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər.